Bürclərin 1 noyabr üçün ən düz pul və uğur proqnozu: Qoç, enerjiniz yüksəkdir, başladığınız işlərdə irəliləyiş olacaq. Maliyyə baxımından kiçik qazanc mümkündür. Məsləhət: hər fürsəti dərhal dəyərləndirin. Buğa, gözlənilməz pul xəbəri ala bilərsiniz. Uğur sizi iş sahəsində tapacaq. Məsləhət: sakit və planlı olun, fürsəti qaçırmayın. Əkizlər, danışıqlar və təkliflər uğurlu nəticə verə bilər. Yeni gəlir qapısı açılır. Məsləhət: əlaqələri möhkəmləndirin, insanlarla ünsiyyətdən çəkinməyin. Xərçəng pul məsələlərində ani dəyişikliklər mümkündür. Qazancınız artsa da, xərclərə diqqət edin. Məsləhət: emosiyalarla yox, ağılla qərar verin. Şir, bugün nüfuz və qazanc bir yerdə artır. Yeni layihələrdə adınız önə çıxır. Məsləhət: özünüzə inanın, hər kəs sizi görəcək. Qız, pul məsələsində uzun zamandır gözlədiyiniz nəticə yaxınlaşır. Uğur zəhmətinizin bəhrəsidir. Məsləhət: səbr və dəqiqlik bugün ən böyük silahınızdır. Tərəzi, maddi baxımdan irəliləyiş, işdə isə mükafat mümkündür. Ətrafdan dəstək alacaqsınız. Məsləhət: təşəkkür etməyi unutmayın, bu sizi daha da yüksəldəcək. Əqrəb, qazancda artım var, xüsusən gizli imkanlardan. Şans sizin tərəfinizdədir. Məsləhət: uğuru paylaşmayın, sakitcə irəliləyin. Oxatan, yeni gəlir mənbəyi və gözlənilməz təklif mümkündür. Uğurlu gündür. Məsləhət: risk etməkdən qorxmayın. Oğlaq, pul və nüfuz sahəsində güclü dönüş başlayır. Səyləriniz nəticə verir. Məsləhət: sakit qalın, liderlik bacarığınızı göstərin. Dolça, planlaşdırdığınız layihə uğur gətirəcək. Maliyyə sabitləşir. Məsləhət: detallara diqqət edin. Kiçik səhv böyük itkiyə çevrilə bilər. Balıq, əlinizə gözlənilməz qazanc gələ bilər. Uğur intuisiyanızdan gəlir. Məsləhət: daxili səsinizə qulaq asın, o sizi doğru aparır. İstəsən, bu proqnozun qısa video ssenarisini də hazırlayım. Hər bürc üçün ayrı